Hər yeni gün kiçik bir hızır anıyla başlayır. Bəs əllərimizi isidən bu istilik bizə hansı yollardan keçib gəlir? Bu səssiz aydınlığın arxasında uzaq üfüqlərin hekayəsi və dalğalarla aparılan bitməz bir mübarizə dayanır. Şəhər hələ yuxunun ən şirin anındaykən, zaman öz dəqiq və dayanmaz ritmini diktə edir və həyat yenidən hərəkətə gəlir. Yeni hədəflərə doğru atılan hər bir addımla gün yenidən dolur. Qitələr və sahilləri birləşdirən gözə görünməz tellər var. Gecə-gündüz bilməyən bu böyük axın həyatın nəbzini dayanmadan döyündürür. İrəli atıldığımız hər an o sonsuz yolların gücünü hiss edirik. Bəs bu kiçik sevinclər bizə necə çatdırılır? Ailə ocağının hərarəti, evlərimizə dolan o işıq və rahatlıq, bu tükənməz enerjinin mənbəyi hardadır? Təbiətin ən sərt üzü ilə, fırtınalarla üz-üzə qalanların cəsarətində, gündəlik rahatlığımızın arxasında, dənizin ortasında səssizcə çalışan qəhrəmanların əməyi var. Biz kiçik seçimlərimizi edərkən, onlar böyük gəmilərin sükan arxasındadılar. Biz sevdiklərimizə vaxt ayırarkən, onlar okeanları aşırlar. Biz həyatın dadını çıxararkən, onlar bu həyatın davamlılığı üçün oyaqdırlar. Əziz dənizçilər, həyatımıza gətirdiyiniz hər bir dəyərə görə təşəkkür edirik. Peşə bayramınız mübarək.